Bugünkü Azərbaycan ərazisində istər Cənubi Azərbaycan, istər Şimali Azərbaycan bir bütün olarak götürdüğümüzde bu torpaqlarda çok büyük dövlətlər qurulub. O dövlətlərdən də biri öncə Manna, ardıca da Midiya, sonradan Manna eramızdan əvvəl 7-ci əsrdə Midiyaya birləşdirilib. Çünki Midiya bir dövlət olarak ona bu kitapta boylar birliği deyilir. Bu kitabın da müəllifi Igor Mikhailovich Dekhonov'dur. Bu kitabı, bak gördüğünüz bu kitabı yazma səbəbi 55-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu bu Midiya məsələsinə, Manna Midiya məsələsinə aydınlıq gətirmək üçün SSR Elmlər Akademiyası Tarix İnstitutuna belə bir kitabın yazılmasını sifariş verir. Və Igor Mikhailovich Dekhonov bu işlə məşğul olur. Çünki o dönemin en güclü, en savadlı, her tərəfli şərqşünası Igor Mikhailovich Dekhonov olub. Ondan başka da şərqşünaslar olub, ama en güclüsü Dekhonov olub, Igor Dekhonov olub və hətta Samuel Kramer Dekhonov'a istinaden yazdığı bütün kitaplarda xüsusi olarak qeyd edir ki, eğer Dekhonov'un kitapları olmasaydı mən bu əsərləri araya ərsəyə gətirə bilməzdim. Yani, ustadına verdiği değeri burada dile getirir. Bu kitabın mən orijinalını tapa bilmədim. 56-cı ildə çapdan çıxıb, ondan sonra bu kitap ortalıqda yoxdur. Bununla məşğul olan da yoxdur ki, bunu Azərbaycan türkçəsinə çevirsinlər. Manna dövləti, Midiya dövləti haqqında konkret əlimizdə bir bilgi olsun. Bu kitabın tərcüməsini mən çox axtardım, tapa bilmədim. Çünki əgər Azərbaycan türkçəsinin tərcüməsi yoxsa, Rus dilində heç axtarmağına dəyməzdi. Amma yenə Müstəqil Dövlətlər Birliyinin keçmiş SSR-nin bəlli başlı nöqtələrində yaşayan tanışlarımın hamısına soraq salmışdım ki, mənə bu kitabın ya canlı şekilde ya da PDF variantını mənə göndərin. Sağ olsunlar, keçənlərdə mənə PDF variantını göndərdilər və mən də PDF variantını burada kitap şekline saldırdım. Gördüğünüz bak bu kitap 489 sayfalı bu kitaptı. Tam da kitap şeklinde olmasa en azından benim ihtiyacımı karşılar ve ben de burada bazı fikirleri sizinle bölüşmek istedim. Igor Mikhailovich Dekhonov yazır ki, burada müelliften girişi var burada. Görürsünüz. Müelliften, bak ot after'a. Ve bu kitaba daha yeri gelmişken diyeyim ki, bu kitaba ön sözü yazan yine Azerbaycan SSR Elmlər Akademiyası akademiki Trever'di. Trever de dövrünün en samballı tarihçilerinden birisi olup ve bu kitabın da redaktör oldu, elmi redaktörü. Bu kitabın girişinde müelliften ön söz yerine müellif burada fikirlerini bildirir ve deyir ki, Midiya dövləti, hələ Manna'dan söhbət açmıyor. Manna sonradan Midiyaya birləşdirir və Midiyanı tarihçilər Manna'nın varisi olarak görürlər. Deyir ki, Araz çayının cənub tərəfində və Araz çayının şimal tərəfində, yəni Araz çayının cənub tərəfi Cənubi Azərbaycan, Araz çayı bilirsiniz, hal-hazırda sərhəddir. Azərbaycanı iki yerə bölən sərhəddir. Və Azərbaycanın şimal tərəfi ərazisində Midiya dövləti olub və bu Midiya dövləti Türk boylarının konfederasiyası olub. Birliği olub, Türk boylarının birliği və onların da adlarını da yazır burada, xəritəsini də göstərir. Demək, onların boyların adları Kutilər olub, Lulubəylər olub və Turkutlar olub. Turukkulər də deyiblər, Turkutlar da deyiblər və ona Rus tarihçiler de başta Gumilyov olmaq şərti ilə onlara Türk Yut deyirlər. O Turkutlara veya Turukkulərə Türküt deyirlər. Igor Dekhonov yazır ki, Azərbaycan
ərazisində yaşayan millətin adını çəkmir. Çünki o vaxt 56-cı ildə kimsə cəsarət edib Azərbaycanda türklər yaşayır kəlməsini dilə gətirə bilməzdi. Yazır ki, Azərbaycanda yaşayan millətin formalaşmasında Midiya dövlətinin çox önəmli bir rolu olub. Və mən inanıram ki, müəllif yazır burada, və inanıram ki, mənim yazdığım bu kitab Azərbaycan Respublikası Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunun axtardığı cavabları verə biləcək. Bu belə. Yəni, millətin formalaşmasında Midiya dövlətinin böyük rolu olub. Burada Midiya sözündən əvvəl Atropaten Midiyası yazır. Atropaten Midiyası və onu da bugünkü Azərbaycan sözü ilə eyni səviyyədə tutur. İndi keçən bir tarixçimiz vardı, ona etiraz elədi. Dedi, Azərbaycan Atropatendən yaranmıyor. İndi onu qoyduq bir qırağa. İndi yaranar, yaranmaz önəmli deyil. Önəmli olan odur ki, Midiya dönəmində bugünkü Azərbaycan ərazisinə Atropatena deyiblər. İndi nə dərəcədə doğru deyə bilmərəm. Ən azından Igor Mikhailovich Dekonov bunu belə deyir. Etiraz edənlər də var, ola bilər. Yəni, hər kəsin etiraz haqqı var. Bu kitabı dediyim kimi Azərbaycan SSR Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunun sifarişi ilə yazıb və Herodotdan, Strabondan, bizim SSR alimlərindən, Azərbaycan alimlərindən, Ziya Bünyadovdan, İqrar Əliyevdən statlar gətirib, özündən stat gətirib burada. Çox sayda bunun istinadları var. Say bitməz. Son səhifələrində istinadları var. Və bəziləri etiraz edirlər ki, Midiya dövlətinin türklərlə əlaqəsi olmayıb da, kəsib atırlar bir yolluk. İndi gəlin görək, mən sadəcə sizə bir detalı deyəcəm, bir faktı deyəcəm, onunla da söhbəti yekunlaşdıracağım, bugünkü söhbəti. Yəni, bu kitabı mən hissə sizə anlatacağım. 3 dəqiqəlik, 5 dəqiqəlik, 7 dəqiqəlik videolarla sizə bu kitabın mən tamamını anlatacağım. Amma mən indi bu kitaba anlatılma işinə giriş olaraq bir yerdən başlayacağım. Burada 145-ci səhifədə burada. Demək, mən bunu sizə göstərim. Burada tunç üzərində döymə var. Ortadakı şəklə diqqət edin. Görürsünüz. Bax, burada da yazır. Ortadakı şəkildə diqqət edin. Hər iki telefonda mən həm YouTube üçün çəkirəm, həm də TikTok üçün çəkirəm, ayrı-ayrı telefonlarda. Bu şəkillərə diqqətlə baxın. Ortadakı şəkil bir aşığın şəklidir və aşığın da sinəsində telli saz var. Sadəcə altına da bilirsiniz nə yazıb? Altına da mən sizə deyim nə yazıb. Bu ışığı biraz yaxın tutum. Baxın, burada Maniskiy muzikant Vavilonskiy adejdi. Mannalı musiqiçi Babil qiyafətində. Yəni, o dönəmin o Babilistan dedikləri, Assuriya dedikləri, nə bilim, Mesopotamiya dedikləri o yerlərin tamamında bu alətdən istifadə olunub, saz alətindən istifadə olunub və saz da bildiyiniz kimi ta minillərdən üzü bəri sürən bir türk alətidir, çalğı alətidir. Bunu, mən əvvəl onu tar bildim. Keçən bir canlı yayında bu məsələ ilə bağlı iştirak edirdim. Mən onu elə bildim ki, tardır. Musiqi nəzəriyyəsindən anlayan birisi dedi ki, tar daha əvvəllər oturduqları yerdə çalıblar və dizlərinin üstündə çalıblar. Onu ilk dəfə sinəyə qaldıran böyük tarzanımız, böyük ustadımız Sadıqcan olub. Demək ki, bu sazdır. Birəbir sazdır və
duruşundan da bellidir ki bu sazəndə çox güman ki döyüş havası çalır. Çünki bu elə romantik bir hava çalmır. Duruşundan bellidir. Çox güman ki bizim kəndin ayağında bir təpə var. Ona Cəngi təpəsi deyirlər. Ona Cəngi də demirlər, Cangı deyirlər. Belə bir təpədir. Deyir orada döyüş vaxtı orada döyüşçüləri ruhlandırmaq üçün ta binayı qədimdən döyüşləri ruhlandırmaq üçün orada zurna, davul, saz çalırmışlar. Döyüşçüləri ruhlandırmaq üçün. Çox güman ki bu tunc qabın üstündə ki hal-hazırda bu Ermitaj muzeyində saxlanılır. Bu tunc qabın üstündə təsvir edilən sazəndə döyüşçüləri çağırmaq adına təsvir edilib. Yəni burada belli ki bu elə kövrək, lirik, romantik bir musiqi çalmır. Bu işin zarafat tərəfi, amma bircə bu çox şey göstərir də onun. Amma bircə bu kifayət eləyir ki, Midiya ərazisində, Midiya dövləti ərazisində yaşayan millət Türklər olub. Bugün söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.